Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Azərbaycan Respublikasının prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəkləri Şurasının maliyyə dəstəyi ilə hazırlanan cəmiyyət verilişinin növbəti buraxılışı yenə efirdədir. Bugünkü verilişimizdə biz narkotik vasitələrin qanunsuz dövriyyəsi və onun hüquqi nəticələri mövzusunu müzakirə edəcəyik. Studiyamızın qonaqları Nazirlər Kabineti aparatının hərbi və inzibati orqanlarla iş şöbəsinin müdir müavini Ceyhun Hüseynov və Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyevdir. Mən hər iki qonağımızı salamlayıram. Məlumdur ki, bugün dünyada ən çox müzakirə olunan mövzulardan biri narkotik vasitələrin qanunsuz dövriyyəsidir. Bax, ilk sualla sizə müraciət eləmək istəyirəm Şəmsəddin müəllim. Nəyə görə narkomaniya cəmiyyət üçün bu qədər təhlükəlidir? Artıq bu narahatlıq beynəlxalq aləmdə də hiss olunur. Çünki biz narkomaniya sözünün etimoloji mənasına biraz nüfuz edəndə asıllıq yaradan, yoxuluq yaradan, bihuşluq yaradan bir xəstəlikdir bu. İnsan bunun çevrəsinə daxil olub və sonra təbii ki, o bataqlıqdan çıxa bilmir. Təbii ki, bir şəxsiyyət kimi onun formalaşdırması da cəmiyyət üçün və əhatəsində olduğu insanlar üçün, ailəsi üçün çox negativ bir deyək ki, faktorla yetişdirir. Bu baxımdan hər bir cəmiyyət, hər bir dövlət bununla bağlı özünün mübarizə siyasətini həyata keçirir. O cümlədən də Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər qanunvericilik baxımından narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı öz səmərəli fəaliyyətini davam etdirir. Bunun üçün. Ceyhun müəllim, milli qanunvericiliyimiz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı olan fəaliyyət sahəsində bütün sferanı yetərincə əhatə eləyirmi? Çox sağ olun, Elməddin müəllim. Əvvəla narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi aktual bir problemi bugünkü proqrama daxil etdiyiniz və bizə bu mövzuda fikir bildirməyə şərait yaratdığınız üçün təşəkkür edirəm. Bildiyiniz kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi problemi ilə mübarizə aparmaq üçün ilk növbədə müasir tələblərə cavab verən qanunvericilik bazası olmalıdır. Azərbaycanda bu qanunvericilik bazası artıq tam və yetərincə vardır. Belə ki, hələ Azərbaycan xalqının ümumi lideri Dahi Heydər Əliyev 1996-cı ildə özün 26 avqust tarixli 485 nömrəli fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasını yaratmış. Demək olar ki, bu problem ilk dəfə Respublikada dövlət səviyyəsinə qaldırılmışdır. Bundan sonra narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bilavasitə bağlı olan 25 qanun, Azərbaycan Respublikası Prezidentinin 12 fərmanı, 34 sərəncamı, Nazirlər Kabinetinin 17 qərarı, 3 sərəncamı, Ali Məhkəmənin plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir. Bunlardan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş 2000-2006-cı illər və 2007-2012-ci illəri əhatə edən proqramlar müvəffəqiyyətlə icra edilmişdir. Artıq bu il, deməli, 24 iyun 2013-cü il tarixdə 2966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yeni dövlət proqramı qəbul edilmiş və bu dövlət proqramı hazırda icrası davam etdirilir. Şəmsəddin müəllim, narkotik vasitələrin qanunsuz dövriyyəsinin və ondan istifadə olunmasının qarşısını almaq mümkündürmü? Ümumiyyətlə, bu sahədə fəaliyyət əsasən hansı istiqamətə yönəlməlidir? Təbii, yəni doğrudan da bu da çox ağırlı bir məsələdir. Bütün dünya, hətta Birləşmiş Millətlər Təşkilatı özü dövlətlərə rəsmən müraciət olunur ki, bu təhlükəli bəlanın, sosial bəlanın qarşısını almaq hər dövlət öz sərhədləri daxilində tədbirlər görüşür. Mütəxəssislər iki yol vurğulurlar. Birinci yolu ölkəyə daxil olan bazarın təchiz olan, yəni o narkotik vasitələr təchiz olan bazarın bağlanması. Yəni dövlət bu istiqamətdə çox sərt və qanunların tələbi daxilində addımlar atmalıdır. İkinci səbəb bundan ibarətdir ki, qanunlar işləməlidir. Yəni deyək ki, bizim Cinayət Məcəlləsinin 26-cı fəslində narkotik maddələrin qanunsuz dövriyyəsinə bağlı bir neçə maddə var. Yəni, hər bir fərdin, hər bir subyektin əməlinə uyğun cəzası verilməlidir. Amma burada görünməyən tərəflər var. Yəni, nə qədər ki,
Burada bu narkomanın adından bəlli olduğu kimi asıllıq var. Burada ağılsızlıq anlamı var. Şəxs ağılsızlığından, iradəsi zəifliyindən bircə dəfə o narkotik vasitəni qəbul etdikdən sonra artıq onun çevrəsindən kənara çəkilə bilmir. Yəni şəxsin özündə də iradə olmasa, qanunlar nə qədər sərt olsa da onun qarşısını bütövlükdə almaq qeyri-mümkündür. Yəni burada şəxsin cəmiyyətdəki rolu, cəmiyyətin ona təsiri, şəxsin böyüdüyü mühit, ailə, kifayət qədər yəni biz konstitusiyamızda biraz ekskursiya etsək, ailə cəmiyyətin əsas özəyi kimi dövlət tərəfindən himayə olunur. Bu baxımdan ailədə böyüyən, tərbiyə alan, gələcək nəsil təbii ki, əgər narkomanlığa qurşanarsa, o bataqlıqdan çıxartmaq qeyri-mümkündür. Və təhlükəli hal faktorundan ibarətdir ki, artıq narkotik vasitələrin qanunsuz dövriyyəsi, onun qəbulu, satışı, təsiratı ilə bağlı dairə böyüyür. Əgər deyək ki, o dil bundan qabaq 14-15 yaşlı yeniyetmələr bura cəlb olunurlarsa, indi artıq yaş düşüb 12-14. Artıq burada subyektlər arasında dişiləşmə, yəni qadınların artımı daha çox narahatlıq doğurur. Məsələn, BMT-nin statistikasına görə son 4 ildə narkotik maddələr qəbul edən qadınların sayı 7 dəfə artmışdır. Həyəcan siqnalının vaxtı da artıq görünür. Bu baxımdan düşünürəm ki, məsələn, Azərbaycanı biz heç də dünya ölkələrini müqayisə edə bilmərik. Əgər bu günləri Beynəlxalq BMT-nin rəsmi statistikasına görə, mən bunu internet saytından götürmüşəm, 48 milyon adam rəsmi narkomandır. 48 milyon. Bunun təxminən 30 milyonu Fransanın payına düşür. Avropanın digər ölkənin vəziyyət biraz yaxşıdır, amma bizdə təxminən məndə olan məlumat 26 mindən biraz çox, amma Bağlaca Hümən qeyd elədi, təxminən 27 minə yaxın rəsmi qeydiyyatda olan narkoman var. Qadınların sayı, yeniyetmələrin sayı bu sırada az təşkil edir, azlıqdır. Düşünürəm ki, bizim hüquq mühafizə orqanlarının, dövlətin cinayətkarlığa mübarizə siyasətinin yolu bu istiqamətdə şəffafdır və təbii ki, burada aparılan mübarizədə öz səmərəsini verir. Ceyhun müəllim, rəqəmlər həqiqətən də bu sahədə nə dərəcədə daha ciddi fəaliyyətin tələb olunduğunu göstərir. Siz Şəmsəddin müəllimin söylədiklərindən razısınız. Hansı daha effektiv tədbirləri həyata keçirmək olar ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınsın, narkomanların sayı azalsın? Bu sahədə təcrübədən çıxmış hansı nümunələr var? Deməli, yuxarıda qeyd etdiyim ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi probleminin qarşısının alınması üçün ilk növbədə mütərəqqi qanunvericilik bazası lazımdır. Bizdə isə artıq bu baza tamamilə formalaşmışdır. İndi bizim üçün nə qalır? Bu bazada, bu qanunvericilik bazasına söykənərək biz bu qanunların tələb etdiyi kimi bu mübarizəni, bu metodları davam etdirək. Deməli, Şəmsəddin müəllim qeyd elədi ki, bu gəncləşir, düzdür. Bizdə belə bir hallar olub. Ancaq o qədər kəskin olmasa belə, yəni bu narahat edicidir. Deməli, statistikaya görə 15-17 yaş arasında Respublika Narkoloji Mərkəzində 4 nəfər qeydiyyatdadır. Onlardan dispanser qeydiyyatında 2 nəfər, profilaktik qeydiyyatda da yenə 2 nəfərdir. Hər halda biz bunun az olmağından kifayətlənmirik. Bir nəfər olsa belə, bu bizim üçün təəssüf edici haldır. Narkomanlığı müalicəsi demək olar ki, o narkoman olmamaqdan daha çətindir. Əvvəlcə biz öz gənclərimizi, vətəndaşlarımızı məlumatlandırmalıyıq. Bunun üçün hazırda bir çox işlər görülür. Həm dövlət orqanları tərəfindən, həm qeyri-hökumət təşkilatları tərəfindən, həm kütləvi informasiya vasitələri tərəfindən. Bunun üçüncə, tam nəticə əldə eləmək üçünsə bir məsələyə hər bir vətəndaş diqqət eləməlidir. Narkomanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi təkcə dövlət orqanlarının işi olmalı deyil. Hər bir vətəndaş bunu özündə, öz üzərində, öz ailəsində, öz yaxınlarında hiss eləməlidir. Çünki heç kim narkotik vasitələrin qanunsuz dövriyyəsi problemindən, narkomanlıqdan sığortalanmayıb. Hər bir kəsin ailə üzvləri, yaxınları bu bəlaya düçar ola bilər. Bunun üçünsə birinci növbədə hər kəsin bu bəla haqqında məlumatı olmalıdır.
Şəmsəddin müəllim, narkomaniyaya qarşı mübarizə nə qədər geniş planlı getsə də, bu söylənilən rəqəmlər göstərir ki, qarşı tərəfdə boş durmur. Yəni narkomaniya sahəsində, yəni fəaliyyət göstərənlər də eyni zamanda həm narkotik vasitələrin qanunsuz dövriyyəsinin artırılması, həm də onun daha geniş əhali kütləsini əhatə etməsi üçün eyni zamanda çalışmadadırlar. Və hansı üsullar tətbiq olunmalıdır ki, bu münasibətlərdə dövlətin qanunları realizə olunsun və onlar qalib gəlsinlər? Mən Konstitusiya biraz istinad elədim. Yenə çox istərdim ki, Konstitusiyada hər bir Azərbaycan vətəndaşı, fərqi yoxdur digər ölkənin vətəndaşı, özünün konstitusiyon vəzifələrini dərk etməlidir. Yəni, burada konstitusiyon vəzifəsindən biraz xali məlumatı olan şəxs düşünürəm ki, belə negativ yolları əl atmaz. Burada iki maraq toqquşur. Bir pozitiv maraqdır, bir də negativ maraqdır. Yəni, vətəndaş deyək ki, yaşamaq uğrunda, ailəsini saxlamaq uğrunda mübarizə aparır və yalnız pozitiv mənada düşünməyə başlayır. Digər maraqsı negativ maraq bu pozitiv marağın əksinə dayanır. Şəxs deyək ki, mən yenə yeniyetmədən başlayıram. Burada biz deyə bilmərik ki, bunu doğuran səbəblər sırasında sosial faktorlar daha çoxluq təşkil edir. Əsla yox. 13 yaşında uşaq nə sosial faktor ola bilər? 13 yaşında uşaq düşünür ki, valideynlər günləri, deyək ki, onun xətrinə deyə bilər və yaxud da istədiyi qız bundan üz döndərib və yaxud da bu çəkməsini dəyişmək, atası buna pul vermir. Bununla da o biraz küskün şəkildə özündən biraz yaşla fərqli insanlara yanaşır. Və onlar bir növ dırnaq arası buna xeyirxahlıq göstərib. Buna həmin o gərginlikdən bir növ azad etmiş olurlar. Bu baxımdan mən sadəcə 13 yaşlı bir qızın bəzi deyimlərini çatdırmaq istəyirəm. Deyirəm, bu şəkildə atam, anam mənim xətrimə dəydi. Niyə evi gec gəlirsən, qız uşağıdır. Mən getdim biraz məhəllədə özümdən biraz 16-17 yaş uşaqların yanına və mən tütünə dolduraraq ona bir neçə qulla vurdum. Bu minval təkrar olundu. Sonra ayda bir dəfə mən iynələndim və tədricən düşdüm o bataqlığa. Amma sonradan təbii ki, mən müalicə olundum və bu müalicədən sonra öz normal məcrasına, həyatım normal məcraya yönəlim. Burada hansı faktorlar var? Düşünürəm ki, burada mübarizə koordinasyon qaydada aparılmalı. Təkcə hüquq-mühafizə orqanları yox. Bəlkə hüməm qeyd elədik. Burada Səhiyyə Nazirliyi, İdman və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, təbii ki, digər nazirliklər bir yerdə mübarizə aparmalıdırlar və profilaktik xəbərdarlıq tədbirləri öndə durmalı. Maarifləndirmə. Həm hüquqi maarifləndirmə. Çox üzr istəyirəm. Burada yəni söylədiklərinizdən nümunədən də belə məlum olur ki, psixoloji məqam burada çox böyük önəm təşkil edir. Həm bu fiziki, həm yerlərdə psixoloji. həmin bu psixoloji klinikaların düzəldilməsi, xüsusilə də bu əhalinin gənc yaş qrupu ilə işləmək üçün psixiatrların, yəni psixoloqların yerlərə ezam olunması bu nə dərəcədə effektli olardı? Çox, yəni bu gün beynəlxalq aləmindən mütəxəssislər düşünürlər ki, bəli, bu şəkildə mütəxəssislərin yerləri ezam olunub, mühazirlərin oxunması əgər ilk aylarda 30% narkotik vasitə ilə bağlı cinayətləri aşağı alsa, sonraki aylarda 60%-ə gətirib çıxarır. Yəni təcrübədən çıxmış bir bəli, yəni bu mühazirlərin oxunması yeniyetmələr üçün, çünki bu gənc yaşa aid olan, təxminən 30 yaşından sonra çox nadir hallarda insan tapılır ki, narkotik maddələrə qurşansın. Bu auditoriya səmərə verir. Düşünürəm ki, bu istiqamətdə adımlar var, amma təbii bir növ vətəndaş cəmiyyəti üzərinə çox bir məsuliyyət düşür. Ceyhun müəllim, siz necə düşünürsünüz bu haqda? Demək olar ki, qeyri-hökumət təşkilatları Azərbaycanda yeni bir institutlardan olsa da çox böyük bir təşəkkül, bir inkişaf yolu keçib. Deməli, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyev və Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları Forumunun Prezidenti cənab Rauf Zeyni deməli, qeyd etdiyimiz narkomanlar və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının tərkibinə daxil ediliblər. Buradan belə nəticəyə gəlmək olar ki, narkotiklərin qanunsuz dövriyyəsi sahəsində, narkomanlıq yayılmasına qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyət göstərməsinə heç bir problem yoxdur. Əksinə, son dövrlər bizim rəsmi sənədlərimizdə qeyri-hökumət təşkilatlarının bu sahədə aktiv fəaliyyət göstərmələrinə təşəbbüslər vardır. Mən bir fakt qeyd eləmək istəyirəm. Bu il qəbul olunan yeni dövlət proqramından
4-cü bölməsi profilaktika müalicə məsələlərinə həsr olunub. Bu 4-cü bölmədə olan 35 bənddən 11-də təqdim olunan görüləcək işlər qeyri-hökumət təşkilatlarının cəlb edilməklə icra edilməsi tapşırılıb. Üzr istəyirəm. Yəni get-gedə bu narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin iştirakı ilə bağlı daha artıq dərəcədə dövlət artıq addımlar atır. Bəli, bəli. Bizim, yəni mən bir sənəddən bu misal çəkdim. Bizim keçən proqramlarda da bu məsələlər vardı. Bütün sənədlərimizdə də bu var. Yəni axırıncı bir ən yeni sənəddə dövlət proqramından mən misal çəkdim. Burada 35 bənddən 11-i birbaşa qeyri-hökumət təşkilatları ora daxil olunub ki, bu qeyri-hökumət təşkilatları cəlb edilməklə bu məsələlərin həllində iştirak etsinlər. Bundan başqa, qeyri-hökumət təşkilatlarının biz fəaliyyəti ilə də maraqlanırıq. Bunların həyata keçirdiyi tədbirləri də biz görürük. Məsələn, bir çox qeyri-hökumət təşkilatları var ki, öz imkanları daxilində müəyyən rayonlarda tədbirlər keçirirlər. Əsasən bu zərərin azaldılması sahəsində bunlar çox böyük fəaliyyətləri vardır. Bizim bütün bu məsələlər həmişə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun yanında keçirilən iclaslarda müzakirə olunur. Görülən işlər, qarşıda duran vəzifələr orada məruzə edilir və cənab sədr bununla bağlı öz tapşırıq və tövsiyələrini hər zaman verir və bu məsələləri diqqətdə saxlayır. Bugün narkomaniyaya qarşı mübarizədə ən gündəmdə duran vacib məsələ nəyi hesab edirsiniz Şəmsəddin müəllim? Yenə mən çox istəyirəm beynəlxalq ekspertlərin nəzərinə, mülahizələrinə üst tutam. Yəni, deyək ki, cəzanın sərtləşdirilməsi, bunun qarşısını kəsmək mümkündür. Təbii ki, alınmır. Çünki Malaziyadır, İrandır, Pakistan'da burada narkotik vasitələrin qəbulu, təsiratla bağlı ölüm hökmü orada var. Yenə bununla bağlı mübarizə səmərəsini vermir. Bəs nə etmək lazımdır? Təbii, bu da çox ciddi məsələdir. Mən də düşünürəm ki, burada insanların maarifləndirməsi daha çox vacib məsələlərdən biridir. Və təbii ki, bugün düşünsək, Azərbaycanın işğal olmuş əraziləri tranzit ölkə kimi qaçamaçılıq yolu ilə narkotik vasitənin ölkəyə gətirilməsi və buradan da Türkiyə, digər ölkəyə ötürülməsi üçün əlverişli şərait yaradır. Üzr istəyirəm, o məsələyə toxunacağam mən. Ancaq vətəndaş cəmiyyətinin aparılan bu maarifləndirmə işində bilavasitə rolu bugün nədən ibarətdir? İl-ildən artım dinamikası hiss olunurmu bu sahədə? Məsələn, deyək ki, biz Polisiya Dövlət İctimai Birliyi kimi bu il aprel ayının 1-dən 4 aylıq layihədir. Biz yerlərdə vətəndaşları, əhalini maarifləndirmək, onlar üçün mühazirədə oxumaq. Hansı regionlarda oldu bu? Biz Gəncə, Tovuz, Qazax, Şəmkir, Şamaxı, Sumqayıt, Bakının Sabunçu rayonunda, Yasamal rayonunda, yəni kifayət qədər geniş... Bu yəni Şəmsəddin müəllim bütün əhali qrupları üçün idi, yoxsa yalnız gənclər üçün idi? Orada yəni Gəncədə pedaqoji kollektiv tələbə heyəti, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət fəalları, ictimai şüalar təbii ki, qismən polisin iştirakı ilə. Bütün təbəqələri əhatə eləməyə çalışmışsınız. Bütün təbəqələri. Ən çox, məsələn, Lənkəranda Pedaqoji Universitetdə çox geniş, əhatəli şəkildə mühazirələr oxuduq. Bütün tələbələrin iştirakı təmin olundu. Bələdiyyələr orada iştirak elədilər. Şəhər televiziyası onu yayımladı və müsbət effekt yaradır. Çox vacib şərtdir. Yəni, nə qədər ki, bu yeniyetmə, gənc, tələbə o narkotik vasitələrin zərərli halını anlamır və anlayırsa artıq öz əməlinə dur deməyi bacarır. Və biz bunu etməliyik. Bizdəki sərhədləri bağlamaq, kifayət qədər ayıq saat yanmaq var. Amma qaçamaçılıq halları da var. Bunu da təbii ki, həm Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və sərhəd qoşunları bundan bağlı mübarizə aparırlar. Amma ölkənin daxilində isə polisin əməliyyat axtarış fəaliyyəti ilə bağlı səlahiyyətləri var. Onunla bağlı aşkar edilmə faktları da hər ay çoxalır. Yəni biz bunu deyə bilmək ki, niyə çoxalır? Sadəcə mübarizənin səmərəli təşkilidir bu. Biz deməli, heç nə diqqətdən yayınmır. Eyni ilə MTİ-nin əməkdaşları. Bu baxımdan düşünürəm ki, aşkar olunma, əldə olunan məlumatların realizə olunması başqa, amma mütləq mənada məlumatların olması çox vacib şərtdir, mühazirələrin oxunması. Ceyhun müəllim, bu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komitəsi var. Mən istəyərdim o Dövlət Komitəsinin fəaliyyəti haqqında da məlumat verəsiniz. Çünki dövlətin bu sahədə bilavasitə siyasətini həyata keçirən orqandır. Bəli. Bildiyiniz kimi, Dövlət Komissiyası yarandığı gündən çox böyük işlər həyata keçirir.
onun əsas funksiyası koordinasiya rolunu oynayır. Dövlət Komissiyasının tərkibinə 20-dən yuxarı nazirlik, komitə və təşkilatların rəhbər şəxsləri daxildir. Və bu rəhbər şəxslər öz sahələrinə aid məsələlərdə çox aktiv iştirak edir, müəyyən tapşırıqlar verir, görülən işləri vaxtaşırı olaraq Dövlət Komissiyasının iclaslarında müzakirəyə çıxarırlar. Bundan başqa mən üzrəyəm, Şəmsəddin mənim bir fikrinə də münasibət bildirmək istərdim. Biz son vaxtlarda KİV-lərdə də və belə tədbirlərdə də deyilir, narkotik vasitələrin qanunsuz dövriyyəsi məsələsi bu artıbdır. Bunu digər bir tərəfindən biz baxırıq, dövlət olaraq aparılan təhlillərə söykənərək, deməli, narkotik vasitələrin bu qanunsuz dövriyyəsindən artım belə müşahidə olunmur. Sadəcə, artıq bizim hüquq mühafizə orqanları o qədər dəqiqliklə işləyirlər ki, bu aşkarlanma səviyyəsi yüksəlir. Təbii. Ona görə bizə elə gəlir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi məsələsi mübarizənin artır. düzgün qurulması. Əksinə, biz illər üzrə təhlillərə baxanda get-gedə əsasən qaçaqmalçılıq hallarının çoxluq azaldığını müşahidə edirik. Bu da ona görə onu nəticəyə gəlməyə əsas verir ki, artıq bizim sərhədlərimiz kifayət qədər güclü qorunur. Həm Dövlət Sərhəd Xidməti tərəfindən, həm Dövlət Gömrük Komitəsində o sərhəd keçid məntəqələrində qoyulan çox müasir avadanlıqlar vasitəsilə, həm Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, həm ölkə daxilində Daxili İşlər Nazirliyi tərəfindən bu məsələ çox böyük həssaslıqla aparılır. Ona görə də artıq bu narkomafiyalar, bu narkotacirlər fikirləşirlər ki, Azərbaycandan artıq bu mal keçirmək bunlara sərf eləmir. Çünki böyük hallarda, əksər hallarda bu tutulur. Mallar müsadirə olunur. Bunlar müsadirə olunur. Ceyhun müəllim, bəs bu əhalinin ayrı-ayrı yaş qrupları arasında narkotik vasitələrin istifadəsi ilə bağlı statistika necədir? Tutaq ki, gənclərin arasında 30 yaşdan tutaq ki 45 yaşa, 45 yaşdan 60 yaşa qədər olan əhali qrupu arasında bu statistika necədir? Daha çox, yəni həssaslıq hansı yaş qrupunda müşahidə olunur? İcazə verin, mən bu rəsmi sənədlərlə, rəqəmlərlə sizə deyim. Respublika Narkoloji Mərkəzi tərəfindən deməli qeydiyyata götürülmüş narkotik vasitələrdən istifadə edilən xəstələrdir. Bu da həm profilaktik qeydiyyatda, həm dispanser qeydiyyatında olan şəxslərin ümumi sayıdır. Deməli, 2012-ci ilin sonuna olan məlumatlara görə, yəni qeyd edeyim ki, bu məlumatlar hər ilin sonunda hesablanır. Ona görə il tamam olmadığı üçün biz yəni 2012-ci il məlumatlarını deyəcəm bu sahədə. Yəni narkomanların ümumi sayı 27.910 nəfər təşkil edir. Bu 2012-ci ilin sonuna olan məlumatdır. Sonra yaş qrupları üzrə bayağı mən qeyd elədim, 15-17 yaş arasında 4 nəfər, 18-24 yaş arasında 1243 nəfər, 25-29 yaş arasında 3767 nəfər, 30-34 yaş arasında 4009 nəfər. Yəni biz bu statistika ilə götürsək, ən çox 30-39 yaş arasında olan insanlar, yəni bu qeydiyyatda olanlar arasında ən çox üstünlük 30-39 yaş arasında olanlar təşkil edir. Bu nəzəri baxımından nə ilə əlaqələndirilir? Niyə görə məhz həmin yaş qrupu? Tutaq ki, ondan daha gənc olan yaş qrupu arasında müşahidə olunmur. Bu əslində yəni aşağı yaş qruplarında bu çox azdır. Mən dedim cəmisi 4 nəfər. Yəni bu o deməkdir ki, müəyyən dövrdə artıq bunlar məlumatlandırma zəif olan dövrdə bunlar olublar. Yəni artıq bu cavanlaşma o qədər də getmir. Həmin şəxslər müəyyən dövrdə, yəni o həddə çatıblar ki, artıq onlar dərk edirlər ki, bunlar xəstədirlər və müalicəyə getməlidirlər. Bunlar özləri könüllü olaraq müalicəyə gedirlər. Bilirsiniz ki, qanunvericiliklə bu könüllüdür. Könüllü olaraq gəlir, orada qeydiyyata durur, müalicə olunur və istəsə bu anonim şəkildə də qeydiyyata dura bilər, anonim şəkildə müalicə alır. Yəni verilən məlumatlardan belə məlum olur ki, əhalinin nə dərəcədə bu narkomaniyaya qarşı mübarizə ilə bağlı məlumatlıq səviyyəsi yüksək olursa, bir o qədər də bu narkotacirlərin işləri çətinləşir və narkomanların sayının artım dinamikası, belə deyək ki, artıq enişə doğru gedir. Dinamikada belə bəs bu əhalinin məlumatlıq dərəcəsi hansı səviyyədədir? Bu sahədə hansı işlər görülür? Ümumiyyətlə Azərbaycanda əhalinin narkomaniya ilə bağlı məlumatlığı yetərincədir, Şəmsəddin müəllim? Yox, təbii biz tam deyə bilmərik yetərincədir, amma bununla bağlı profilaktika, xəbərdarlıq, mühazirələrin oxunması, bunların hüquqi baxımdan məlumatlandırılması, zərərli vərdişlərin geri çəkilməsi ilə bağlı
bu addımlar təbii səngimir. Yəni son zamanlarda artıq deyək ki, tələbə auditoriyasında bu səpkili mühazirələr oxunur. Çox ciddi şeydir. Məsələn, mən şəxsən özüm Bəyan Tərbiyəsi Akademiyasında bu səpkidə geniş mühazirə oxumuşam, bayaq qeyd elədim. Şamaxıda müəllimlər institutunda oxumuşam. Yəni vətəndaş cəmiyyəti nümayəndəsi olaraq. Bəli. Bu kifayət qədər əhəmiyyət verir. Amma burada pərdə arxası görünməyən hallar var. Ceyhun mənim bayaq qeyd edən niyə? 39-40 yaşında. Bu insanlar 39 yaşında narkotik vasitələrin qəbul olunmasına qoşanmayıblar. Bunların stajı biraz qabağı edir. Təbii, amma 30-35 yaşında insan heç vaxt narkotik maddələrə aludə ola bilməz. Çox nadir hallarda olan şeydir. Sadəcə staj baxımından bunların müalicəsi, gizliliyi uzanıb, müalicə olunmuyor və gəlib 40 yaşında, 45 yaşında, 35 yaşında bu adam qeydiyyatdadır. Burada çox ciddi məqamlar var. Bunların müalicəsi ümumiyyətlə mümkündürmü? Yəni, sual çıxa bilər belə. Mümkündür. Necə? Deyək ki, əgər pasiyentin özünə qarşı iradəsi varsa, yəni bu müalicəyə meyillidirsə, bizdə təbabat bunu müalicə edə bilir. Amma sual yaranır və həkim sonda deyir ki, pasiyentə sən müalicə olundan sonraki sənin bu girdaba yenidən qayıtmağın sənin özündən asılıdır. Məsələn, Yahudi dövlətində belədir. Onların statistik rəqəmlərinə görə 10 il bundan öncə, yəni bugün, deyək ki, 2000-ci ildə təxminən 11.000 narkoman dövlət müalicə edir. 11 narkoman, 11.000. Amma bunların müəyyən qismi təxminən 3-4 aydan sonra geri qayıtma məcbur olurlar. İndi artıq bunlar son, yeni, müasir müalicə üsulu tapıblar. Pasiyent klinika yerləşdirilir və 4 saat ərzində bunun venasına narkotik vasitədən çəkinmə, iyrənmə dozası vurulur. Analizləri götürüləndən sonra bir sutka qalır orada və sonra buraxılır. 3 ay müddətdən preparat qəbul etməklə bu bir dəfəlik deməli o narkomanlığa son qoyur. Bu narkomaniyaya qarşı bizdə də bu mümkündür. Və davam edir. Sadəcə bayaq subyektiv pasiyentin özündə arzu həvəs olmalıdır. Şübhəsiz. İnsan iradəsi bütün hallarda olduğu kimi burada da çox mühüm əhəmiyyət kəsb edir. Biz narkomaniyaya qarşı mübarizədən danışarkən hökmən Dağlıq Qarabağda mövcud olan həmin o işğalçı rejimin qidalandığı əsas mənbələrdən birinin də məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi olduğunu hökmən qeyd eləməliyik. Bayaq sadaladıq biz o komissiyanın fəaliyyəti haqqında. Bilavasitə istəyərdim bu haqda məlumat verəsiniz. Biz bugün həmin o işğal olunmuş ərazilərimizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı nə dərəcədə məlumatlıyıq? Çünki dünyanın hər bir yerində separatçı rejimlər, terror təşkilatları əsasən maliyyə qaynağı kimi bundan istifadə edirlər və Azərbaycanda da belədir və çox sevindirici haldır ki, son vaxtlar artıq beynəlxalq təşkilatların hesabatlarında da bu öz əksini tapır. Bu hazırda bu sahədə durum necədir? Çox sağ olun Elməddin müəllim. Bildiyiniz kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20%-ni işğal nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsinə Azərbaycan hökuməti bugün tam nəzarət edə bilmir. Bizdə olan məlumatlara görə təbii ki, bu müxtəlif mənbələrdən alınmış tam dolğun məlumatlardır. Dağlıq Qarabağda həm narkotik narkotik bitkilərin əkilib becərilməsi faktları var. Həmçinin orada yeni narkotiklərin yaranması sintez üzrə laboratoriyalar açılmışdır. Artıq bu faktları bir neçə dəfə hələ biz qaldırmışıq beynəlxalq təşkilatlar qarşısında. Çox şükür ki, olub ki, beynəlxalq təşkilatlardan da bu faktları artıq etiraf eləyiblər. Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin belə bir məlumat yaydı. Yəqin ki, hər birinizin məlumatı var. Burada saxlanılan şəxslərin verdikləri ifadələr həm bir neçə il əvvəl və bu il ərzində tutulan eyni adamlar, eyni şəxslər, onların həmin götürülən narkotiklərdən aparmış analizlər həmin narkotik vasitələrin Dağlıq Qarabağ ərazisində yetişdirildiyini bir daha sübut etdi. Bütün bu faktları nəzərə alaraq, yəni Azərbaycan Respublikası Baş Nazirinin müavini, bu Dövlət Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov
BMT Baş Katibinin müavini, Narkotik və Cinayətkarlıq İdarəsinin rəhbər, icraçı direktoru Yuri Fedotova Dağlıq Qarabağda aparılan erməni mafiyaları, erməni hərbiçiləri tərəfindən narkotik vasitələrlə aparılan işlər barədə monitorinq keçirilməsi üçün müraciət edib. Hazırda bu müraciət bizim Xarici İşlər Naziri vasitəsilə BMT-nin müvafiq orqanlarına çatdırılıb və biz bundan nəticə gözləyirik ki, beynəlxalq təşkilat olaraq BMT öz bu Dağlıq Qarabağ ərazisində monitorinq keçirilməsi üçün müəyyən tədbirlər görəcəkdir. Yəni bunlar çox açıq-aşkar faktlardır. Əslində beynəlxalq birliyin özü də maraqlı olmalıdır ki, nəzarətdən kənar ərazilərdə bu tip hallar deməli baş verməsin. Bəli, tamamilə doğrudur. Yəni biz həm tarixə nəzər salanda, həm hər hansı ölkələr ərazisində olan münaqişələrə nəzər salsaq görərik ki, bu separatçı rejimlərin əsas gəlir mənbəyi narkotikdir. Narkotik, silah alveri və digər bu kimi qaranlıq işlərdir. Biz tamamilə əlimizdə, yenə deyirəm, faktlarımız var ki, Dağlıq Qarabağda həm erməni hərbiçiləri, həm erməni narkomafiyaları, orada laboratoriyalar saxlanmaqla, orada hərbiçilər tərəfindən narkotik vasitələrin plantasiyada əkilib yetişdirilməsi ilə bağlı faktlarımız var və biz tamamilə əminik ki, erməni separatçıları Dağlıq Qarabağ ərazisində, yəni monitorinq aparılmasına bir məsələyə görə bugünkü gündə çox vaxt icazə vermirlər, bəhanə gətirirlər. Yəni bu ayrı-ayrı qruplaşmalar bu işi eləmir. İnzibati qaydada bir arasında işğalçı rejimin rəhbərliyi bu işlə məşğuldur. Ermənistan hökumətinin, Ermənistan dövləti rəhbərliyi səviyyəsində bu məsələlərə diqqət yetirilir, bu məsələlərə rəhbərlik olunur. Bəli. Şəmsəddin müəllim, bununla bağlı bir söyləmək istədiyiniz fikriniz varmı? Yox, təəssüf doğrudan hal ondan ibarət ki, bu günləri beynəlxalq aləmdə inkişaf etmiş dövlətlər narkoticarətin, narkomafiyanın daha çox Avropaya gətirilməsində As ölkələrini günahlandırırlar. Məsələn, düşünürlər ki, və belə də qeyd olunur, Əfqanistandan Türkiyənin ərazisinə, Türkiyədən Balkana və oradan da su yolu ilə Avropaya ötürülür. Yəni, bir növ təbii Əfqanistan bu günləri narkoticarətin və Kolumbiya, Latin Amerikası ölkəsi 90% təşkil edir. Yəni, doğrudan da belədir. Amma bundan vaz keçmək, bundan çəkinmək, hesab edirəm təkcə dövlətin öz daxilində yox, dövləti arasında da narkotik vasitələrin qanunsuz dövrəsi ilə bağlı saziş imzalanmalıdır. Necə ki, məsələn, Rusiya Kolumbiya ilə artıq bağlayıb. Belə bir yəni saziş artıq var. Təbii, belə olandan sonra mən düşünürəm ki, beynəlxalq ictimaiyyətə və ölkə daxilində ictimai orqanizmə dəyən zərərin qarşılığını almaq mümkündür. Mən sadəcə işlədiyim dövrdə bir mümkünsə qısa fikrinizi ifadə eləyin. Məsələn, narkomanı biz dindirərkən sual verdim. Bax, sən bundan nə görürsən, nə düşmürsən bunun batalığına, bunu yiyənində gedirsən. Deyir ki, anamdan asılı olduğum qədər ondan asılıyam. Əslində bu söylənən faktlar bu narkomaniyanın nə dərəcədə cəmiyyət üçün ciddi bəla olduğunu göstərir. Bu mövzu nə qədər müzakirə olunsa da bitən deyil. Yəni bunun çox sahəsi var. Amma hər halda güman edirəm ki, bu 30-35 dəqiqə ərzində sizlərin verdiyiniz məlumatlar bu sahə ilə bağlı vətəndaşların maarifləndirilməsi üçün kifayət qədər önəmli faktor oldu. Bizim üçün ayrılmış efir vaxtı artıq başa çatır. Xatırladıram ki, cəmiyyət verilişi Azərbaycan Respublikasının prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəkləri Şurasının maliyyə dəstəyi ilə hazırlanır. Növbəti verilişlərimizdə yenə sizi maraqlandıran mövzularla qarşınızda olacağıq. Sağ olun, salamat qalın.